Salam dəyərli izləyicilər, hər birinizə xoş ovqat arzusu ilə maraqlı görüntüləri təqdim edirik. Qarabağın bənzərsiz təbiətini, dəyişən simasını, yenidən dirçələn həyatını birlikdə kəşf etməyə hazırsınızsa doğru ünvandasınız. Bugün adi görüntülərlə yox, hisslərlə danışan bir səyahətə aparıram. Bu videoda Xocavənd rayonu istiqamətində hərəkət edərkən onun gözəl kəndlərini birlikdə seyr edəcəyik. Hadrut bölgəsindən başlayaraq Düdüksü, Qoçbəyli, Qırmızı Bazar və Tulx kəndlərinin təbiətinə birlikdə baxaq. İlk dayanacağımız Hadrut istiqamətində yerləşən Düdüksü kəndidir. Bu ərazi dağlıq relyefi, sıx meşə örtüyü və sakit atmosferi ilə seçilir. Gördüyümüz mənzərələr bir tərəfdən sərt dağ silsilələri, digər tərəfdən isə dərin vadilərlə müşayiət olunur. Hazırda bu ərazilərdə əsas diqqət infrastrukturun bərpasına yönəlib. Yolların yenidən qurulması, elektrik xətlərinin çəkilməsi və gələcəkdə yaşayış üçün ilkin şəraitin yaradılması istiqamətində işlər aparılır. Daha sonra yolumuzu Qoçbəyli kəndinə salırıq. Bu kəndin yerləşdiyi ərazi xüsusilə panoramik baxış bucaqları ilə diqqət çəkir. Buradan açılan mənzərələr Qarabağın təbii gözəlliyini tam hiss etdirir. Eyni zamanda kənd və ətrafında aparılan təmizləmə və hazırlıq işləri gələcəkdə burada yaşayışın bərpası üçün ciddi planların olduğundan xəbər verir. Ərazilər mərhələli şəkildə təhlükəsiz hala gətirilir və bu proses bölgənin gələcəyi üçün ən vacib addımlarından biridir. Qırmızı Bazar kəndi həm coğrafi mövqeyinə, həm də tarixi baxımdan əhəmiyyətinə görə fərqlənir. Əraziyə yaxınlaşdıqca köhnə tikililərin izlərini, həm də yeni mərhələyə keçidin əlamətlərini görmək mümkündür. Burada infrastrukturun yenilənməsi, kommunikasiya xətlərinin qurulması və ətraf mühitin bərpası istiqamətində
İşlər diqqəti cəlb edir. Bu kənd gələcəkdə regionun aktiv yaşayış nöqtələrindən birinə çevrilə bilər. Tuğ kəndi Qarabağın ən füsunkar təbiətə malik məkanlarından biridir. Ətrafda geniş yaşıllıqlar, dağ yamacları və sakitlik hökm sürür. Tuğ kəndi turizm potensialına görə xüsusi diqqət çəkir. Xocalı rayonu istiqamətində Meşəli kəndinin ətrafındakı sıx meşə örtüyünə nəzər salırıq. Göründüyü kimi meşə sahələri bölgənin təbii landşaftının əsas hissəsidir. Meşəli kəndi tarixən meşələrlə əhatə olunmuş yaşayış məntəqəsi kimi tanınıb. Bu ərazi Qarabağın ekoloji baxımdan zəngin zonalarından biri hesab olunur. Bu meşələrdə əsasən palıd, vələs və digər yerli ağac növləri üstünlük təşkil edir. Ərazi uzun illər insan təsirindən kənarda qaldığı üçün təbiət burada nisbətən toxunulmamış şəkildə qorunub. Hazırda bu kimi ərazilərdə əsas prioritet istiqamətlərdən biri ekosistemin qorunması, eyni zamanda təhlükəsizliyin təmin olunmasıdır. Xüsusilə mina və partlamamış sursatların təmizlənməsi bu bölgədə görülən ən vacib işlərdən hesab olunur. Xocalı rayonu ərazisindən keçən Badara çayı. Meşə içindən axan bu çay bölgənin su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır. Badara çayı əsasən dağlıq ərazilərdən qidalanır və il boyu axarlıdır. Yaz və payız aylarında su səviyyəsinin artması müşahidə olunur ki, bu da dağ çayları üçün xarakterik xüsusiyyətlərdəndir. Bu çayın ətrafı sıx bitki örtüyü ilə əhatə olunduğuna görə həm vizual, həm də ekoloji baxımdan xüsusi əhəmiyyət daşıyır. Hazırda əsas diqqət bu zonaların təhlükəsiz hala gətirilməsi və təbii balansın qorunması üzərində cəmlənib. Körpünün üzərindən çəkilmiş bu görüntülərdə gördüyünüz çay sakit axsa da ətrafdakı təbiət tamam başqa bir enerji verir. Dağların arasından süzülən suyun səsi, ətrafdakı yaşıllıq insanı saxlayıb düşündürən anlardandır. Bu cür çaylar bölgənin həyat mənbəyidir. Belə təmiz, toxunulmamış təbiət artıq nadir tapılır. Dövlətyarlı kəndində işlər mərhələli şəkildə gedir. Əvvəlcə evlərin əsas konstruksiyası qurulur, sonra isə ətraf infrastruktur formalaşır. Bu proses yavaş görünə bilər, amma əslində hər detal planlı şəkildə edilir. Əsas məqsəd gələcək üçün davamlı yaşayış mühitinin yaradılmasıdır. Bu iki fərqli görüntü, biri sakit təbiət, digər isə quruculuq, əslində eyni hekayəni danışır. Qarabağ tədricən həm öz təbiəti ilə, həm də insanı ilə yenidən dirçəlir.
Beləliklə bu videoda Qarabağın müxtəlif nöqtələrindən gördüyümüz mənzərələr bir şeyi açıq göstərdi. Bu torpaqlar yalnız bərpa olunmur, eyni zamanda yenidən həyat qazanır. Dağlardan axan çaylar, sıx meşələr, paralel olaraq yüksələn yeni evlər, bunlar hamısı bir prosesin hissəsidir. Bugün gördüyümüz dəyişikliklər sabahın daha canlı, daha güclü Qarabağın əsasını qoyur. Əgər bu görüntülər sizə də nəsə hiss etdirdisə, videonu mütləq bəyənin. Bu cür real və yerində çəkilmiş kontentin davam etməsi üçün çox vacibdir. Hər baxan izləyicinin bəyənmə etməsi bu videonun daha çox insana çatmasına birbaşa təsir edir. Kanala abunə olun ki, Qarabağdan və digər bölgələrdən yeni, real görüntüləri qaçırmayasınız. Və ən əsası zəng işarəsini aktiv edin ki, yeni videolar yüklənən kimi sizə bildiriş gəlsin. Növbəti videolarda görüşənədək sağ olun.